Ötən həftə Bakıda Bolt taksi şirkətinə məxsus BYD avtomobili ilə dəhşətli qəza törədən sürücü Anar Nəcəfov Baku TV-yə danışıb. Hazırda xəstəxanada müalicəsi davam edən sürücü sağaldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmayacağını deyib. Maşına yaxın getməyə tövbə etmişəm. Şükür edirəm ki, adam vurmamışam. Elə olsaydı, həmin dəqiqə özümü öldürərdim. Hadisə anı barədə də açıqlama verən Anar Nəcəfov bildirib ki, sonuncu müştərisini ünvandan götürdükdən sonra baş verənləri xatırlamır. Qıc olmam tutduğu üçün özümdə deyildim. Əllər qıc olanda ayaqlar irəli gedir. Ona görə də özümdən asılı olmadan qazı basmışam. Ayağımdakı qandal isə pul problemi ilə bağlı idi. Maddi vəziyyətim sıfır vəziyyətindədir. Yoxsa bu yaşımda niyə taksi sürücüsü kimi işləyim ki?